pis bir adam geldi. Mən dedi Azərbaycanlısan, çıx. Dedi. İrana gələndə, gəlin gələndə pasportları alıblar da, əllərindən yoxdur. Ət 2 milyon 500 belə bahalaşıbdı ki, insanlar nə oruç tuta bilir, nə də ibadət eləyə bilir, nə də qarın doyura bilir. Der misal Afqan qadın var idi, ağlayırdı, deyirdi biz nə var, hara gedək. Gecələr yatmırdıq, qorxurduq, bir bomba düşürdük, hər şey əsirdi, pəncərələrdə tökülürdük çölə. Nə vaxt ailə qurdunuz? Necə oldu İran vətəndaşı ilə ailə qurdunuz? 15 ildir ailə qurmuşam. Tanışdığımız Azərbaycanda olub. Qismətdir də. 2 dənə uşağım var. Bir qızım, bir oğlum. Və hazırda İranda harada yaşayırsınız? Astarasında. İran Astarasında yaşayırsınız. Bax, hazırda ümumiyyətlə İranda proseslər cami, İranda vəziyyət necədir? Çoxu qızlarımız otaydadır. Bəzi qızlarımız var ki, mən kimi fürsət pasportlarda yoxdur ki, gələ vətənlərinə. İran pasportu ilə gələ bilmirlər. Onlara da əgər köməklik eləyə bilsəz, inşallah ki, onlar da gəlsin vətənlərinə mən Niyə kimi. gələ bilmirlər? Onu açıqlayın, xahiş edirəm. Mən 2 vətəndaşam, onlar o vaxt İrana gələndə, gəlin gələndə pasportları alıblar da, əllərindən yoxdur. Bəzilərində vaxtları keçib pasportlarının. Ona görə qızlarımızın çoxu gələ bilmir. İstəsə də gələ bilmir Orada vətənə. elə bir rəfiqələriniz varmı? Bəli, var. Bu Var, vəziyyətdən bəli, var. Qızlarımızın çoxu, necə deyim, neçə illərdir gələ bilmir. 9 il olan var, 20 il olan var hətta. Anası, atası ölüb gələ bilmir. Adını da deyə bilərəm, Nərgiz xanım. Məsələn, bizdə qrup var da, Azərbaycan qızları. 300 nəfər, 350 nəfəri bəlkə də, çox. Onlara da xahiş edirəm köməklik eləsinlər, onlar da gəlsin mən kimi vətəninə. Bəli, gəlmək istəyənlər çoxdur. Bəzilərinin əri qoymayıb, bəzilərinin nə bilim evdən çıxa bilməyib, bəzi qızlarımız kəndlərdədir. Mən kimi Astarada yox. Tanıyıram da, dostlarımdır, tanışlarımdır. Onlara da kömək istəyirəm efir vasitəsilə. No comments. Sorry. Why not? Salam aleyküm. Ya Bənövşə Fiziyeva, xalq qızı. Mən İrandan gəlirəm. 2 ay Tehranda qaldım. Mənim 28-ci fevralda biletim var idi. İstanbul, Düsseldorf. Mən Almaniyada yaşayıram. Biz uçağa mindik. Birazdan 20 dəqiqə qabaq dedilər çıxın, içəridən qabaq. Çıxın, İsrail vurubdu İranı. Dava başlayıbdı, çıxın, boşaldın uçağı. Biz də çıxdıq. İnsanlar panikaya düşmüşdü, bilmirdik nə var. Getmişdim 300'ə taksi tutmuşdum. 2 milyon tümən verdim, evimə qədər apardılar. Tehranda qalırdınız. Bəli, Tehranda Şah Abdüləzim bölgəsində bir dənə şəhrə ki, Aloyin var. Orada qalırdım. Sonra insanlar çox panikaya girdilər, bilmirdilər nə varsalar, eləyəcəklər. Hamı Tehranı boşaldıbdı. İndi Tehranda İlk gün necə yadda qaldı? elə bombalar vururdular, səsi gəlirdi, insanlar çölə tökülürdü, gözləyirdik, baxırdıq nə olacaq, nə. Hər şey bahalaşdı, bir çörək də yox idi. Sonra dedilər, hər kəsin maşını zadı varsa çıxsın, getsin. Tərk eləsinlər Şumala, öz kəndlərinə, misal Ərdəbilə, Türklər Ərdəbilə, Qəzvin, misal Kürdlər ora getsinlər, bura. Kim hara doğulubdu da ona, öz kəndinə. İndi Siz neçə gün qaldınız Tehranda belə çıxan? bu büyünə qədər, 28-dən büyünə qədər məcbur qaldım da, savaş başladı. Sonra gecələr yatmırdıq, qorxurduq, bir bomba düşürdük, hər şey əsirdi, pəncərələrdə tökülürdük çölə. Yatmadım neçə gün, çörək zat yeməmişik, belə əsərimiz xarab oldu. Sonra Allah'a şükür konsulla danışdım, dedim biz nə qayraq, neyniyək, dedi bir dənə sərhata çıxdı, Türkmenistan, bir də Azərbaycan. Siz Azərbaycanla keçə bilərsiniz Azərbaycana, Astaradan Azərbaycana, oradan da evinizə gedə bilərsiniz. Yəni şu an ən geniş bombardman
Hansı gündə müşahidə Birinci. olundu? Birinci gün. Birinci Buralar gün bombardman olundu daha çox. Tehran. Birinci gün çünkü ben Tehran'daydım oranı. Ama deyirdiler Qumu da vurublar, Quma da deyib ayrı şəhər. Kermanşahda oranı da bombalayıblar. Hər yeri sadəcə İmam Rıza Məşhəd belə biraz çəkindi. Hər yer İnsanlar arasında belə deyək də panika var idi mi? panika. Ayrı millətlər, misal Afqan qadın var idi, ağlayırdı, deyirdi biz nə gayrı hara gedək. Orada da savaş, burada da başladı. Çox pis, çox. Bir tərəfdən hər şey bahadır. 1 kilo 60, 50 kilo bir dənə kartopu idi. Onu satırlar 150 indi. 1 kilo alma 150. Başlayan bu müşahidə. Bəli, bəli. Ət 2 milyon 500 belə bahalaşıbdı ki, insanlar nə oruç tuta bilir, nə də ibadət eləyə bilir, nə də qarın doyura bilir. Çünki belə vəzi olan insanlar heç yoxdur, görmədim. Belə prosto insanlar sizin kimi mənim kimi qalmış. Bu çox obyektlər ziyan görmür partlayışlarda. Yox. Məktəblər, sport komplekslər, sonra nə dedilər? Xəstəxana, olar. Amma insanların evlərinə hələ hiçbir şey olmayıbdı. Misal, bina, ev, normal insan yaşayan evləri qırılıb. Bir də ki, orada Azərbaycanlılar da var da, buradan orada gəlin olan Azərbaycanlılar. Bəzilərinin pasportları yoxdur, gələ bilmir. Bəziləri keçə bilirlər bu yana. Siz necə, elə bir qadınlar gördünüzmü orada? Mən bilirsiniz bir Azərbaycanlı olan, Azərbaycanlıyam da. Mən bir dənə Azərbaycandan orada pislik görmədim. Mənə çox gözəl kömək elədilər. Biletim yox idi, getdim. Elə qaldım ağlaya. Ağlaya. Bir gün getməsəm mən xəbər elədilər ki, konsul dedi. Əgər dedi, bir sabahda getməsəm bəlkə bağlanacaq, heç fürsət olmayacaq. Gecə mən qalxdım gəldim, biletim də yox idi. Orada da çox yaxşı davrandılar. Dedi, bacı, heç qorxma. Dedim, mən buralı deyirəm da. Dedi, həmən mənə bilet alıb versinlər. Pis zat görmədim. Sərhəddə necədir vəziyyət? Hazır Azərbaycan-İran sərhədindən Bir pis bir adam gəldi. Mən dedi, Azərbaycanlısan, çıx. Dedim, yox. İran vətəndaşı idi, İranlı idi. Bəli. Dedim, niyə? Dedi, çıx. Azərbaycanlılar çıxsınlar, sonra çıxsınlar. Dedi, mən Azərbaycanlı, pasportum Azərbaycanlı deyir ki, aslında niyə türk dilində danışırsan? Dedi, mən Azərbaycanlıyım. Niyə görə çıxardılar Azərbaycanlılar sırada? Bilmirəm mən, amma Azərbaycanlıları tam son vaxtı burada. İndi mən saat 10-dan oradaydım. Təzə onlara icazə verdilər. Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçən etnik Azərbaycanlılar bildirirlər ki, İran tərəfi Naxçıvan istiqamətində mülki obyektlərə dron hücumunu kütləvi dezinformasiya kimi təqdim etməyə çalışır və bu hücumların İran tərəfindən həyata keçirilmədiyini insanlara çatdırmağa çalışır. Bundan başqa, Azərbaycan dövləti tərəfindən hücumların sərt şəkildə qınanması səbəbindən İran tərəfində etnik Azərbaycanlılar müəyyən dərəcədə təzyiqlərə də məruz qalır və təxliyə proseslərində ən sonuncu olaraq digər ölkələrin vətəndaşlarından sonra buraxılırlar. Qabaqdan ruslar çıxdı, taciklər, ərəblər, hər kəs indi onları çıxardılar, bilmirəm, çıxdılar, çıxmadılar, amma onlara icazə vermirdi. Səbəb göstərmirdilər də? Səbəb də göstərmirdilər. O kişi dedi, çıxın buradan. Hamısını attı belə. Zabor idi da, oraya. Dedi, varotunu onu tərəfə keçin, orada gözləyin. Sizcə bu nə ilə əlaqədar bu Azərbaycanlıları kənarlaşdırmalar? Mən dünən eşitdim ki, güya deyirlər ki, Azərbaycanı vurdu, İran vurubdu. İnsanlar da deyir, yalandı, onu biz eləməmişik. O birilər deyirdi, yaxşı deyilibdi. O 8 gün məğrəbədə buradan güya İsrail onları vurub. Belə danışırlar. Yəni Azərbaycanın İranın dron hücumu onlar inanmırlar da? Bəli. Yalan informasiya. Bəli, yalandır. Amma bir dənə kişi dedi ki, bilmədən danışmayın. İndi o bombaları baxacaqlar. Kim günahkardır, onun cəzasını kəsəcəklər. Belə.
Good road.